Herkese salam. Bugün sizlerle test işləyirik. Bilirəm neçə gündür istəyirsiniz bunu. Mən də buna görə çəkirəm. İlk öncə anagram 1 oynayırıq. Deməli, giririk. Burada N, A, R yazılacaq. Narın şəkli verilib. 6 puan aldıq. Üstəlik vaxtımız da var burada. Burada necə yazılır? İ, L, A, N. Cavab İran. Mükəmməl 8 puan. 18, 19, 20 saniyəmizdir. Bura T, Ə, N, D, İ, R. Mükəmməl 12 puan. 30 saniyəmiz gedir. Şəkildə bir arvad görürük. Qoca olduğu üçün adı N, Ə, N, Ə. Mükəmməl 8 puan. 34 puan. 45 saniyə. Burada şəkilli kitab var. Kitabı düz yazsaq bizə puan verir. Oyunun qaydası budur. 10 puan, 44 puan, 56 saniyə. Biber, B, B, Ə, R. 5 puan. Devam edirik. A, L, M və A. Bu şəkildə də alma gördüyünüz kimi verilib. L, A, L, Ə. Şəkildə lalə verilib. 65 puan, 1 dəqiqə 24 saniyə. Ə, L, Ə, K. Mükəmməl 8 saniyə, 73 puan, 1 dəqiqə 35 saniyə. M, Ə, K, T, Ə, B. Gördüyünüz kimi üstündə school yazılıb. Kimlər ingilis dili bilir, yorumlara yazın. M, Ə, K, T, U, B. Siz uşaqlarınız üçün belə dəftərləri şəkillər çəkin. Uşaqlar da belə adını yazsın və yaxud girin telefonla bir yerdən kompüter ola bilər və yaxud tablet ola bilər. Oradan belə oyunlar açın. Uşaqlarınızın inkişafını daha da artdırın. Bu limon idi. Maral oldu. Maral. Hecanla da edə bilərik. Maral. 2 hecalıdır. Kələm. Kələm də 2 hecalıdır. Mükəmməl 10 puan, 127 puan, 2 dəqiqə 32 saniyə. Armud. Mükəmməl 10 puan. Fərqli bir söz var. Arı. Arı sözündə heca 1'dir. Mükəmməl 6 puan, 143 puan, 3 dəqiqə 10 saniyə. Devam edirik. Bu inəkdir uşaqlar. İnək. İnək 2 hecalıdır, amma sətirdən sətirə keçirilə bilmədiyim üçün 1 hecalıdır. Bakı. Bakı 2 hecalıdır və 155 puan, 3 dəqiqə 28 saniyə ilə oyunumuzu bitiririk. İndi keçdik riyaziyyata, toplama. 3 üstəgəl 1 cavab 4 eləyir. Bir dəqiqə bunu eləmədik dostlar. 7 üstəgəl 3 cavab 10 eləyir. Gördüğünüz ki karandaşlardan biri 7, biri de 3'tür. Toplayanda 7 üstəgəl 3 olur. Qayçısı 5 dənə. Qayçısı yenə 2 dənə. Toplayanda 7 eləyir. İzah edildiği için biraz vaxtlandı gelir. 2 üstəgəl 1 cavab 3 eləyir. 3 dənə. Deməli burada karandaşımız var. 6 üstəgəl 4 cavab 10 eləyir. Çok güzel bu şekilde gedirik. Hamısı düz olur. 3 üstəgəl 3 cavab 6 eləyir. Deməli 6 üstəgəl 3 cavab 9 eləyir. Deməli 2 üstəgəl 4'ü keçdik. 2 üstəgəl 4 cavab 6 eləyir. 5 üstəgəl 3 cavab 8 eləyir. 4 dənə ətimiz və üzərinə də bir dənə də ət götürürük. Cavab 5 eləyir. 10'da 10 hamısını düz bir şəkildə elədik. 1 dəqiqə 9 saniyə 10'da 10 şəkildə oyunumuzu bitirdik. Gəldik bir digər oyunumuza.
Hansı söz əşyanın adını bildirir? Yatdı, yaşıl, kəpənək. Deməli, cavab kəpənəkdir. Hansı cümlədə sual verilmir? Bura haradır? Bu filmə baxmısan? Sən də bizimlə gəl. Gördüyünüz kimi sual işarəsi 3-cü variantda yoxdur. Ad bildirən sözlərdən biri yer, məkan bildirir. Avtobus, vitamin, kənd. Vitamin nə sualına cavab verir? Avtobus nə sualına cavab verir? Yəni cansızdır. Kənd isə hara sualına cavab verir? Cavabımız kənd olacaq. 3 tane doğrumuz 46 saniye 47 48 oldu. Hansı bəddə geniş sözünün yaxın mənası verilmişdir? Dar, enli, hündür. Təbii ki də enli. Düzəltmək sözünə hansı əks mənalı söz uyğun gəlir? Düzəltmək, dağıtmaq, qurmaq, yaratmaq. Düzəltmək və dağıtmaq olar. Qurmaq yaxın mənalıdır, yaratmaq da. Hansı sırada əks mənalı sözlər verilib? Külək, meh, savadlı, bilikli, qoçaq, tənbəl. Deməli, qoçaqla tənbəl olur. Hansı sözə lər şəkilçisi əlavə etmək olar? Dəftərlər, kitablar, dağlar. Dəftərlər də olar, kitablar da olar, amma düzgünü dəftərlər olur. Hansı bənddə tək halda işlənən sözlər yazılıb? Maşınlar, uşaqlar, lar şəkilçisi çoxluq bildirir. Deməli, birinci bənd getdi. Top, pərdə, gəmilər, qayıqlar. Gəmilər, qayıqlar, lar şəkilçisi var. Cavab ikinci. Cümlənin hansı növləri var? Nəqli sual, əmr, nida, söz birləşməsi, cümlə, heca, söz birləşməsi. Cümlənin birinci bənd, nəqli sual, əmr, nida növləri var. Sual cümləsinin sonuna hansı durğu işarəsi qoyulur? Sual. Bu asan idi. Əşyanın əlamətini bildirən sözlər hansı suala cavab verir? Kim, nə, harada, neçə, nə qədər, neçənci, necə, nə cür, hansı? Nə cür, necə, nə cür, hansı? Hansı cümlə düzgün yazılıb? Oxuyur uşaqlar kitab oxuyur, kitab oxuyur uşaqlar kitab oxuyur. Bu da asan idi. Necə? Sualı hansı sözlərə ünvanlanır? Ad bildirən, əlamət bildirən, hərəkət edən. Necə, nə cür, hansı, əlamət bildirən. Hansı sözdə daha çox sait var? Deməli, saitlər A, O aiddirlərdə. Burada sayırıq. 1, avtomobildə 1, 2, 3, 4. Odunda 2, qəzetdə 2. Deməli, cavab 1 oldu. Onsuz da sözün uzunluğundan bilinir. Samitlər hansılardır? T, K, P, O, U, A, O, U, E. Deməli, ikinci bənd olacaq. Saitlərə aid olan fikir hansıdır? Tələffüz edildikdə uzanır, tələffüz edildikdə uzanmır. 23 sait var. Xeyr, tələffüz edildikdə uzanırdı cavab. Samitlərə aid olan fikir hansıdır? 23 samit var. Heca əmələ gətirir. Tələffüz etdikdə uzanır. Deməli 23 samit var. Hansı sözdə x səsi buraxılıb? Taxta, ləxək, kənxir. Deməli taxta olur. Digər sözlər səhv olur da, yəni ləxək olmur. Hansı söz iki mənada işlənir? Xal, xət, ox, xal. Həm xal, üzümüzdə olan xallar, həm də xal. Məsələn, bu 2 puan deməkdir, yəni. Hansı söz əşyanın əlamətini bildirir? Cəsur, elan, yaşıl. Cavab elandır uşaqlar. 20-də 19 eləmişik. Deməli, birini səhv eləmişik. Zamanımız 5 dəqiqə idi. Digər videoların gəlməsini istəyirsinizsə, kanalıma abunə olub like atmağı unutmayın.